Yekə oğlansan, dədə mən düşündüdün ki, Sabit siqaret çəkir. Ağsaqqal kişidir, sual verir ki, Sabit siqaret çəkir, mən dedim hə çəkir. Dəhşət adamsan, buradan bilin niyə sən əskəriyin nətər olub? Mən əskərliyim. Cənab polkovnik, onlar müraciət eləyir. Buyur Zərbəliyev. Siz mənə demişdiniz, baxarsınız gör əsgərlərdə kimdə telefon var, mənə deyərsən. Mən onları öyrəndim. Əliyevdə, Məmmədovda, Süleymanovda, Məmmədlidə, bir də Kərimlidə var telefon. Nətər yəni telefon var? Nə yoxlanış keçibdi axı biz, heç kimdə telefon çıxmadı. Var, onlar kravatın altında kafe ilə belə qopardıblar səliqəli. Betonu deşiblər, corabın içində qoyurlar ora, telefonlar oradadır. Siz mənim adım olmasın, yoxlanış keçiblər. Narahat olma Zərbəliyev, özüm tədbir görəcəm. O təsadüfdə güya baxdınız orada kravatın altından tapdınız o kafedə. Bir də bir müraciətim var sizə. O Rahat ol, Zərbəliyev, rahat ol. hə, o bölük komandirimiz var ya bizim. O sizin haqqınızda biraz nalayiq ifadə. Nə danışırdı? Mən o sözləri dilimə gətirə bilmərəm. İndi üzrü saniyə o biraz biədəb sözlərdir, amma sizin haqqınızda bir pis sözlər deyirdi. Özünüz bir tədbir görərsiniz. Narahat olma, özüm ölçüsünü götürəcəm onu, narahat olma. Mən məzuniyyət demişdiniz cənab polkovnik. Çıx, danışarıq sonra onları həll eləyərik. Mən sabaha da alınmaz. Yaxşı da Zərbəliyev, çıx deyirəm, sonra söhbət eləyərik onları. Verin sizə indi mən məzuniyyəti. Yox da dedim, sonra danışıb həll eləyərik. Mən hərbi hissə komandirinə deyərəm sizin haqqınızda Bomba kimi.